Salam, Zodiak'in ən etibarlı, ən səbirli və estetik gözəlliklərə aşiq olan sadiq buğaları. Bu həftə sizin üçün sadəcə təqvimdəki 7 gün deyil, həm də kainatın sizin üçün hazırladığı böyük bir bayramın başlanğıcıdır. 20 aprel tarixindən etibarən Günəş sizin bürcünüzə keçid edir və rəsmən buğa mövsümü başlayır. Bu o deməkdir ki, sizin üçün yeni bir günəş ili başlayır, enerjiniz yüksəlir, özünüzə olan inamınız bərpa olur və sanki qış yuxusundan oyanıb çiçək açmağa hazırlaşan təbiət kimi siz də parlayacaqsınız. Ad günləriniz mübarək olsun, əziz buğalar. Bu həftə həm də həyatınızın hər sahəsində, istər maddi, istər mənəvi, istərsə də yaradıcılıq sahəsində yeni təməllər atmaq üçün mükəmməl bir vaxtdır. Gəlin bu enerjili və məhsuldar həftənin hər bir gününə birlikdə nəzər salaq. Bazar ertəsi, yəni 20 aprel, sizin üçün ilin ən vacib günlərindən biridir. Günəşin sizin bürcünüzə qədəm qoyması ilə daxili dünyanızda böyük bir canlanma hiss edəcəksiniz. Son bir neçə həftədə bəlkə də özünüzü kənara çəkilmiş, biraz yorğun və ya qeyri-müəyyənlik içində hiss edirdiniz. Lakin bu gündən etibarən həmin dumanlı hava dağılır. İndi hər şey daha aydın görünür. Bazar ertəsi günü özünüzə olan diqqətiniz artacaq. Ola bilsin ki, xarici görünüşünüzdə dəyişiklik etmək, yeni geyimlər almaq və ya stilinizdə yeniliklər etmək istəyəsiniz. Bu, sadəcə bir kapriz deyil, daxilinizdəki yenilənmənin xarici əks olunmasıdır. Həmçinin bugün yeni layihələrə başlamaq üçün ilk toxumları səpmək olar. Əgər rəqəmsal dünyada, kontent yaratmaqda və ya hər hansı bir incəsənət sahəsində fəaliyyət göstərirsinizsə, bazar ertəsinin ilham verici enerjisindən mütləq istifadə edin. Beyninizə gələn o qeyri-adi ideyanı qeyd edin, çünki o ideya gələcəkdə sizə böyük uğur gətirə bilər. Çərşənbə axşamı və çərşənbə günləri sizin üçün praktik məsələlərin həlli üçün çox münasibdir. Buğa bürcü olaraq siz maddiyatı, rahatlığı və sabitliyi sevirsiniz. Bu 2 gün ərzində maliyyə durumunuzu nizama salmaq, büdcənizi planlaşdırmaq və ya gələcək investisiyalar haqqında düşünmək üçün əla fürsətlər yaranacaq. Əgər bank işləriniz, vergi və ya sığorta ilə bağlı həll olunmalı məsələləriniz varsa, onları bu günlərdə yekunlaşdırın. Ünsiyyət sahəsində də aktivlik gözlənilir. Ola bilsin ki, maraqlı bir əməkdaşlıq təklifi alasınız. Bu təklif ilk baxışda sadə görünə bilər, amma dərindən analiz etsəniz, onun içindəki potensialı görəcəksiniz. Çərşənbə günü xüsusilə yaxın ətrafınızla olan münasibətlərinizdə bir canlanma yaşanacaq. Dostlarınızla fikir mübadiləsi aparmaq, bəlkə də bir yerdə maraqlı bir oyun oynamaq və ya məntiqi tapşırıqlar üzərində düşünmək sizə həm əyləncə verəcək, həm də zehninizi itiləyəcək. Cümə axşamı günü isə biraz daxili dünyanıza yönəlməyiniz tələb oluna bilər. Ayın hərəkəti sizi emosional olaraq daha həssas edə bilər. Bugün bəlkə də çoxdandır görmədiyiniz birini xatırlayacaqsınız və ya keçmişdə qalan bir məsələ yenidən gündəmə gələcək. Lakin narahat olmayın, bu sadəcə həmin mövzunu tamamilə bağlamaq və irəli baxmaq üçün bir şansdır. Yaradıcılıqla məşğul olan buğalar üçün bugün musiqi dinləmək, yeni bir alətdə ifa etməyə çalışmaq və ya sevdikləri incəsənət əsərlərini araşdırmaq ruhu dincəldən bir vasitə olacaq. Hisslərinizi kağıza tökmək və ya səsli qeydlər aparmaq sizi lazımsız gərginlikdən xilas edə bilər. Əgər həyatınızda sizi yoran vərdişlər varsa, cümə axşamı həmin vərdişlərdən qurtulmaq üçün ilk addımı atmaq üçün çox uyğun bir zamandır. Cümə günü sosial enerjiniz pik həddə çatacaq. Artıq həftə sonu yaxınlaşır və siz bu günü ətrafınızdakı insanlarla paylaşmaq istəyəcəksiniz. İş yerində və ya təhsil həyatınızda əldə etdiyiniz kiçik nailiyyətləri qeyd etmək üçün gözəl vaxtdır. Sevgi münasibətlərində olan buğalar üçün cümə axşamı çox romantik və səmimi keçə bilər. Partnyorunuzla gələcək planlarınızdan danışmaq, bəlkə də bir yerdə maraqlı bir səyahət planı qurmaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay olanlar üçün isə bugün qatıldıqları mühitlərdə diqqət mərkəzində olmaq ehtimalı yüksəkdir. Sizin təbii cazibəniz və sakit gücünüz ətrafınızdakıları maqnit kimi özünə çəkəcək. Unutmayın ki, buğa enerjisi həm də dürüstlük deməkdir, ona görə də özünüz olun və səmimiyyətinizi qoruyun. Şənbə günü tam mənası ilə estetik zövqlərin və rahatlığın günüdür.
Siz buğalar dadlı yeməkləri, keyfiyyətli musiqini və gözəl təbiəti hamıdan çox sevirsiniz. Şənbə gününü özünüzə ayırın. Ola bilsin ki, evinizdə biraz dekorasiya dəyişikliyi etmək, güllərinizə qulluq etmək və ya sadəcə sevdiyiniz bir filmi izləmək istəyəsiniz. Mətbəxdə yeni bir resept sınaqdan keçirmək də sizə böyük zövq verə bilər. Həmçinin bugün ailə daxili məsələlərdə bir anlaşma mühiti yaranacaq. Əgər kiminləsə aranızda kiçik bir inciklik olubsa, şənbə günü bu buzları əritmək üçün ən yaxşı andır. Özünüzü biraz şımaltmaqdan çəkinməyin, çünki bu sizin mövsümünüzdür və hər şeyin ən yaxşısına layiqsiniz. Bazar günü isə yeni həftəyə hazırlıq və daxili balansın qorunması günüdür. Həftə ərzində yaşadığınız hadisələri analiz edin, nələri doğru etdiyinizi və nələri inkişaf etdirməli olduğunuzu düşünün. Bazar günü çox yorulmamağa çalışın, fiziki gücünüzü bərpa edin. Sağlamlıq baxımından bu həftə boğaz nahiyənizə və iştahanıza xüsusi diqqət yetirin. Dadlı təamlar qarşısında dayana bilməməyiniz normaldır, amma hər şeyin ölçüsünü bilmək faydalıdır. Təmiz havada qısa gəzintilər sizi yeni həftənin gərginliyinə hazırlayacaq. Bazar gününün sakitliyi sizə yeni ideyalar verə bilər, xüsusilə gecə saatlarında ağlınıza gələn fikirləri unutmayın. Ümumilikdə 20-26 aprel həftəsi sizin üçün böyük bir dirçəliş həftəsidir. Həyatınızın sükanı artıq sizin əlinizdədir. İnadkarlığınızı əzmkarlığa çevirərək hər bir çətinliyin öhdəsindən gələ bilərsiniz. Maddi və mənəvi baxımdan özünüzü daha güclü hiss edəcəyiniz bu 7 gün sizə bol şans və hüzur gətirsin. Siz kainatın ən dəyərli bürc nümayəndələrindən birisiniz və sizin varlığınız ətrafınızdakılara stabillik və gözəllik bəxş edir. Bu həftənin hər bir dəqiqəsini sevgi ilə, səbirlə və böyük bir inamla yaşayın. Ulduzlar sizin üçün ən parlaq şəkildə işıq saçır. Hər şey ürəyinizcə olsun, əziz buğalar. Həftəlik bürc proqnozumuzun sonuna gəldik. Yeni mövsümün sizə uğur, ruzi və sonsuz xoşbəxtlik gətirməsini diləyirəm. Özünüzə yaxşı baxın, gələn həftə görüşənədək.